Salam uşaqlar, mövzumuz fırlanma cisimlərindən silindir olacaq. Mövzunun izahını vermişdik. İndi sualların həlli üçün düsturlarına qısa nəzər yetirək. Silindiri bilirik ki, düzbucaqlının bir tərəfi ətrafında fırlanmasından alınır. Oturacağı dairələrdir. İki dairədən ibarətdir. Yəni oturacağın sahəsi dairənin sahəsi olacaq. Pi r kvadratı. Yan səthi düzbucaqlıdır və düzbucaqlının bir tərəfi hündürlü, digər tərəfi isə oturacaq çevrəsinin uzunluğu olacaq. Yəni S yan 2 pi r h-a bərabərdir. S tam isə həm oturacaqların, həm də yan səthin sahələrin cəminə bərabərdir. Ox kəsi düzbucaqlıdır. Düzbucaqlının bir tərəfi hündürlü, digər tərəfi isə oturacaq dairəsinin diametri olacaq. Həcmi S oturacaq vur H-dır, yəni pi r kvadratı. Bir də S yanı taparkən bilirik ki, ox kəsi ilə S yan sahəsi arasındakı fərq pi qədər olur. Yəni yan səthi ox kəsinin sahəsindən pi dəfə çox olur. Başlayaq indi sualların izahına. Birinci sual, silindirin yan səthin sahəsi 30 pi kvadrat santimetr olarsa, ox kəsinin sahəsini tapın. Silindirin yan səthinin sahəsi S yan bərabər 2 pi r h düsturu ilə tapırdıq. 2 pi r h verilib bizə 30 pi. İləri ixtisar aparsaq da 2-ni ixtisar aparmırıq. Niyə? Çünki ox kəsinin sahəsini soruşur. Ox kəsinin sahəsi 2 r h ilə tapırdıq. 2 r h da 30-a bərabər. Doğru cavab Y. İkinci sual. Silindirin oturacağın diametri 16. Oturacağın diametri 16-dırsa, deməli radius 8 olacaq. Eyni zamanda hündürlüyü də 8 verilib. Həcmini soruşur. Silindirin həcmi S oturacaq vuraq H düsturu ilə tapırdıq. Yəni oturacağın dairə olduğunu bilirik. Pi r kvadratı vuraq H. R-in yerində 8 yazsaq, 8-in kvadratı 64, vuraq 8 pi. Bu da bizə 512 pi verəcək. Doğru cavab Y. Ox kəsinin diagonalı 13 cm. Ox kəsinin düzbucaqlı olduğunu bilirik. Bizə ox kəsin diagonalı verilib. Yəni düzbucaqlının diagonalı 13 verilib. Hündürlüyü 5 verilib. Bizdə oturacağın radiusunu soruşur. Oturacağı bilirik dairədir və həmin oturacağın diametri bizim üçün 2 radiusa bərabərdir. Pifaqor teoremindən oturacağın diametri, yəni D bərabər 12 olduğunu bilirik. Diametr də bizdə 2 radiusdur, yəni 12. Buradan R-i tapsaq 6 olacaq. Doğru cavab C. 4. Silindirin radiusu verilib 3. Hündürlüyü verilib 5. Yan səthinin sahəsini soruşur. Yan səthinin sahəsi 2 pi r h düsturu ilə tapırdıq. Yəni 2 vuraq pi r 3 h-da 5 verilib. Bu da bizə verəcək 30 pi. Doğru cavab D. 5. Oxşar sualdır. 4-dən yazarsınız. Silindirin oturacağın sahəsinin ox kəsinin sahəsinə nisbəti. Oturacağı dairədir, yəni pi r kvadratın ox kəsinin sahəsinə, yəni 2 r h-a nisbəti kök 3 pi bölək 4 verilib. Silindirin ox kəsinin diagonalı ilə oturacaq müstəvisi arasındakı bucağı soruşur. Ox kəsi düzbucaqlıdır. Bizdən düzbucaqlının diagonalı ilə bu diametr arasındakı bucağı soruşur. Yəni bu fi bucağını soruşur. Hündürlüydür. Bura 2 r-dir. Katetlər verildiyi üçün biz buradan ya tangens ya kotangesdən istifadə edərik. Daha bir də hipotenuzu tapmağa ehtiyac yoxdur. Buradan
kotangens fini tapsaq, bitişik katetin, yəni 2R'in H-a nisbətini taparıq. Bunu hələlik saxlayaq. Buradan P-ləri ixtisar aparsaq, eyni zamanda R-lərdən biri ixtisar olunur. 2 ilə 4 ixtisar olunur. Buradan alırıq R bölək H bərabər kök 3 bölək 2. Bizdə 2R böl H soruşulur. Buradan hər tərəfi 2-yə vursaq, deməli alarıq 2R bölək H bərabər kök 3-ə. Gətirib yerinə yazsaq kök 3, kotangens fi bərabər kök 3, onda fi bərabər olacaq 30 dərəcə. Yəni kök 3-ü 30 dərəcədə alır. 7. Silindrin oturacağın sahəsinin oxkəsin sahəsinə nisbəti eyni oxşar sualdır. Yəni Pierre kvadratın 2RH-a nisbəti kök 3 pi bölək 4 verilib. Buradan ixtisar aparsaq, deməli alırıq R bölək H bərabər kök 3 bölək 2. Oxkəsin diaqonalları arasındakı bucağı soruşur. Yəni düzbucaqlının diaqonalları arasındakı bucaq. Yenə buradan kotangens fini tapsaq, kotangens fi. Digər diaqonalı hələ çəkmirəm. H, bura 2R. Yəni 2R'in H-a nisbəti. Biraz əvvəl bunu tapmışdıq. 2-yə vuranda kök 3 alırıq. Deməli bu bərabər kök 3-ə. Onda buradan fi bərabər, fi bucağı bərabər 30 dərəcə olur. Fi. Fi bucağı 30 dərəcədir. İndi düz bucağının digər diaqonalını da çəksək, bilirik diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür, həm də bir-birinə bərabərdir. Burada bir bərabər yanlı qeyd eləyək burada. Bərabər yanlı üçbucaq olduğunu görürük. Bizdən soruşulan diaqonallar arasındakı iti bucaqdır. İndi bura 30-sa bərabər yanlı üçbucaqda digər də 30 olacaq. Onda kör bucaq olacaq 120 dərəcə və ya üçbucağın hər hansı bir xarici bucağı qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İti bucağı soruşur, o da olacaq 60 dərəcə. 8. Silindrin hündürlüyü və oturacağın diametrini 3 dəfə artırsaq, həcmi necə dəyişər? V bərabər həcmi Pierre kvadratı vuraq H-la tapırdıq. Biz R bərabər D bölək 2 olduğunu bilirik. Onda R-in yerində D bölək 2 yazsaq, kvadratı vuraq H bərabər. Buradan alırıq pi D kvadratı H bölək 4. Buradan pi ilə 4 sabitdir. Bizə lazım olanlar D kvadratı ilə H-dır. Həm hündürlüyünü, həm də oturacağın diametrini 3 dəfə artırır. Diametri 3 dəfə artırsaq, 3-ün kvadratı, hündürlüyü də 3 dəfə artırsaq, 3 olacaq. Alarıq 27. Deməli, 27 almışıqsa, 27 dəfə artar. 27-də 1 alsaydıq, 27 dəfə azalmış olacaqdı. 9. Silindrin hündürlüyü və oturacağın diametri, deməli, V bərabər, biraz əvvəl diametrlə ifadə etmişdi. Pi D kvadrat H bölək 4 idi. 4 ilə pi sabit ədədlərdir. Bizə lazım olan diametrlə hündürlüyüdür. Diametrini deyir ki, 75% azalarsa. 75% azalarsa, yəni 75% 4-də 3 deməkdir. 4-də 3 azalarsa, 4-də 1 qalar. Həm diametrin, həm hündürlüyün yerində 4-də 1 yazsaq, buradan da 64-də 1 alarıq. Yəni 64 dəfə azalar. 9-da doğru cavab B. 10. Silindrin oturacağın radiusu 3, hündürlüyü 8, ox kəsin diaqonalını soruşur. Ox kəsi düzbucaqlıdır. Buradakı diaqonalı soruşur. Hündürlük 8-dir. R 3-dürsə, bizdə
oturacağın diametri lazımdır. Yəni olacaq 6. Onda diagonal buradan olacaq Pifaqora görə 10. Yəni d kvadrat bərabər 2r-in kvadratı üstəgəl h kvadrat. Yəni 6-nın kvadratı üstəgəl 8-in kvadratı. Buradan da d-ni 10 taparıq. Doğru cavab 10-da B. 11. Oxşar sualdır. Buradan elə yaza bilərik. Deməli, d kvadrat bərabər 2r-in kvadratı üstəgəl h kvadrat. R 6-dır. 2r olacaq 12. Yəni 12-nin kvadratı üstəgəl 16-nın kvadratı. Bu da bizə 400 verəcək. Buradan da d-ni tapsaq 20 taparıq. Buradan düzbucağını çəksəz daha rahat görə bilərsiniz. 12-ci sual. Silindrin ox kəsinin sahəsi 2RH-dan tapırdıq. Bərabər 6 bölək pi verilib. Bizdən yan səthin sahəsini soruşur. S-yan. S-yan isə 2 pi RH düsturu ilə tapırdıq. Yəni verilən ox kəsinin sahəsini S-yan bərabərdir pi vuraq S ox kəsi. Piyə vurmaqla tapa bilərik. Yəni 6 bölək pi vuraq pi. Bu da bizə 6-nı verəcək. 12-də doğru cavab Y. 13. Yan səthin sahəsi verilib, ox kəsinin sahəsini soruşur. Ox kəsinin sahəsini tapmaq üçün yan səthin sahəsini piyə bölmək lazımdır. Yəni burada da 13-də doğru cavab B olacaq. 14. Silindrin yan səthinin sahəsinin oturacağın sahəsindən 5 dəfə böyükdür. Yəni S yan oturacağın sahəsindən, yəni pi kvadratından 5 dəfə böyükdür. Oturacağın radiusunun hündürlüyünə nisbətini tapın. Yəni r-in h-a nisbətini soruşur bizdən. S yan 2 pi r h idi. Vuraq 5 pi r kvadratı. İxtisar aparsaq, buradan alırıq 2h bərabər 5r-ə. Buradan alırıq h bərabər 5k, r bərabər 2k. Gətirib yerinə yazsaq, r-in yerində 2k, h-ın yerində 5k. K-lar ixtisar olunur, qalır 2 bölək 5. Yəni doğru cavab C. 15 oxşar sualdır. Yazarsınız. Silindrin oturacağın sahəsi S. Yəni pi r kvadrat bərabər S verilib bizə. Ox kəsinin sahəsi, ox kəsi isə 2RH idi. Bu da bərabərdir verilib Q. Silindrin tam səthinin sahəsini soruşur. Bu S oturacağın sahəsi idi. Bu isə S ox kəsinin sahəsi. Deməli S tam, S yan üstəgəl 2S oturacaqdan ibarət idi. S yanı tapmaq üçün ox kəsinin sahəsini piyə vurmaq lazımdır. S yan bərabərdir S ox kəsi vuraq pi. Ox kəsi Q verilib, yəni pi vuraq Q. Oturacağın sahəsi də elə S verilib. Yəni olacaq pi Q üstəgəl 2S oturacaq, 2S oturacağın sahəsini bizə S vermişdir. Pi Q üstəgəl 2S. 16-da doğru cavab A. 17. Silindrin oturacağın sahəsi, yəni S oturacaq bərabər S. S tam, yəni bu o demək ki, S yan üstəgəl 2S oturacaq. Bu da verilib Q. Silindrin ox kəsinin sahəsini soruşur. İndi biz verilənləri yerinə yazsaq, bunun işarəsini dəyişək də. Burada gətirib yerinə yazsaq, deməli, oturacağın sahəsi verilib, gətirib yerinə yazaq. Buradan S yan üstəgəl 2S oturacaq. Oturacağın yerinə S yazıram. S verilib, bərabər Q. Buradan S yan bərabər Q çıxaq 2S. S yan da bizdə S ox kəsi vuraq P ilə
tapılırdı. Buradan Q çıxar 2S. Buradan S ox kəsiyi tapsaq Q çıxar 2S bölək pi olacaq. Olacaq doğru cavab 17-də D. 18. Silindrin oturacağın radiusunu dəyişmədən hündürlüyünü neçə dəfə artırmaq lazımdır ki, onun həcmi 8 dəfə artsın. Həcm V bərabər pi r kvadrat vuraq H düsturu ilə tapırdıq. Deyir ki, radiusunu dəyişmədən, deməli radiusa ehtiyac yoxdur, pi də sabitdir. Hündürlüyü neçə dəfə artırmaq lazımdır ki, həcmi 8 dəfə artsın. Həcmlə hündürlük düz mütənasibdir. Yəni H-ı 8 dəfə artırmaq lazımdır ki, həcm də 8 dəfə artmış olsun. Doğru cavab C. 19. Yan səthinin sahəsi S, deməli S yan bərabərdir S-ə. Silindrin ox kəsinin sahəsini soruşur. S yan bizdə S ox kəsi vuraq pi idi, bərabər S. Buradan ox kəsiyini tapsaq S-i bölərik pi-yə. 19-da doğru cavab C. 20. Yan səthin sahəsi 2S-ə bərabər olan silindrin ox kəsiyinin sahəsini tapın. 19-dan oxşar sualdır. Silindrin oturacağın radiusunu 3 dəfə azaltdıqda, hündürlüyünü 3 dəfə artırdıqda həcmi necə dəyişər? Deməli, V bərabər pi r kvadrat vuraq H. Pi sabitdir, bizə lazım deyil. Deməli, radiusu 3 dəfə azaltsaq, olacaq 3/1. R-in yerində deməli 3/1 yazarıq. 3/1, 3 dəfə azalmadır. Hündürlük isə 3 dəfə artırmaq, yəni H-ın yerində 3 yazarıq. 3/1-in kvadratı vuraq 3. Yəni 9/1-i 3-ə vurarıq. Buradan da alarıq 3/1. 3/1 yəni 3 dəfə azalma deməkdir. 21-də doğru cavab D. 22. Silindrin ox kəsiyinin diaqonalı 8/2. Silindrin ox kəsiyi kvadratdır deyir özdə. Ox kəsiyi 8/2 diaqonalı 8/2-yə bərabər olan kvadratdır. Kvadratdırsa biz bilirik ki, buradakı iti bucaqlar 45 dərəcədir. 45 dərəcə olanda bərabər yanlı düz bucaqlı 3 bucaq olur. Bərabər yanlı düz bucaqlı 3 bucaqda da hipotenuz katetlərdən kök 2 dəfə böyük olur. Yəni katetlər olacaq 8, 8. Bizdən oturacağın radiusunu istəyir. Bizdə oturacağın diametri 8-dir. Yəni D bərabər 8. D 2 R-ə bərabər olduğundan buradan R-i tapsaq 4 olacaq. 22-də doğru cavab D. 23. Burada da ox kəsiyinin diaqonalı 16/2-dir. 16/2 və kvadratlıdır. Bura 16/2-dirsə, onda həm hündürlük, həm də oturacağın diametri bizdə 16 olacaq. Biraz əvvəl danışdıq bunu. Bərabər yanlı düz bucaqlı 3 bucaqdır. Buradan da buralar 16 olacaq. Bizdən radiusu soruşur. Yəni 2R 16-dırsa R olacaq 8. R 8 olacaq. Doğru cavab 23-də A. 24. Silindrin hündürlüyü 8, ox kəsiyinin sahəsi 40 kvadrat santimetr olarsa oturacağın sahəsini soruşur. Ox kəsiyi 2R H idi. Ox kəsiyinin sahəsi verilib 40 və bir də hündürlüyü verilib 8. Yerinə yazsaq 2R vuraq 8 bərabər 40. Oturacağın sahəsini soruşur, yəni pi r kvadratını soruşur. Buradan 2 ilə 40-ı ixtisar aparsaq, eyni zamanda burada 20 qalır. 8 ilə də 20 ixtisar aparsaq 4-ə, burada alınır 2R bərabər 10. 2R bərabər 10. 4-ə ixtisar aparmışıq, 5 alınır. 2R bərabər 5. 2R bərabər 5. Buradan S oturacaq bərabər pi r kvadratı. R-i tapsaq buradan R bərabər 2/5 olur. Yerinə yazsaq altdan %25 pi. Doğru cavab 24-də C. 25. Ox kəsi kvadrat olan silindrin tam səthinin sahəsi oturacağın sahəsindən neçə dəfə böyükdür? Silindrin tam səthi. Silindrin tam səthi
S-yan üstəgəl S oturacaq idi. Yəni 2 pi RH üstəgəl 2 pi R kvadrat idi. Burada əgər ox kəsi kvadratdırsa, onda H bərabər 2R olur. H-ın yerində 2R yazsaq, olacaq 4 pi R kvadrat üstəgəl 2 pi R kvadrat da bərabər 6 pi R kvadrat olacaq. Bizdən soruşur S tam oturacaqdan nə qədər böyükdür? Oturacağın sahəsindən, yəni 6 pi R kvadratı pi R kvadratından nə qədər, neçə dəfə böyükdür? Doğru cavab 6, 25-də C. 26. Tərəfi 4 cm bərabər olan kvadratın tərəflərinin biri ətrafında fırlanır. Fırlanmadan alınan cismin yan səthinin sahəsini tapın. Deməli, tərəf 4-dür. Bir tərəf ətrafında fırlanır. Fərz elə bu tərəf ətrafında fırlanır. Deməli, burada fırlanırsa, deməli, silindir alınacaq. Deməli, hündürlük 4 olacaq. Oturacağın radiusu da 4 olacaq. Bizdə yan səthin sahəsini soruşur. S-yan. S-yan da bərabər 2 pi R H. R ilə H 4-dür. Yəni 2 pi vuraq 4 vuraq 4. Bu da bərabər 32 pi olacaq. Doğru cavab 26-da Y. 27. Silindirin hündürlüyü H-a bərabərdir və ox kəsin diaqonalı oturacaq müstəvisi ilə fi bucağı əmələ gətirir. Silindirin yan səthinin sahəsini tapın. Deməli, oturacaq diaqonal, ox kəsin diaqonalı ilə oturacaq müstəvisi ilə fi bucağı əmələ gətirir. Əvvəlki suallarda buna oxşar sualların izahına baxmışdıq. Bura fidirsə, bura olur H, bura olur 2R. Buradan kotangens fi bərabər bitişik katitin, yəni 2R-in H-a nisbəti olacaq. Hündürlük bizdə silindirin yan səthin sahəsini soruşur. Buradan 2R-i tapsaq, 2R bərabər H vuraq kotangens fi. S-yan bərabər 2 pi R H bərabər 2 pi vuraq. R-in yerində yaza bilərik. 2R-in yerində elə yazaq. Bunu belə yazaq. Çünki 2R-i tapmışıq. Bir də kəsirlə yazmayaq. Bunu yazaq 2R vuraq pi H. 2R-in yerində H kotangens fi yazsa, vuraq pi, vuraq H-ın yerində də elə H qalır. Buradan alırıq pi H kvadrat kotangens fi. Pi H kvadrat kotangens fi. Doğru cavab Y. 28. Burada da oxşar sualdır. Silindirin hündürlüyü verilib. Hündürlük 2H-dır. Ox kəsin diaqonalı oturacaq müstəvisi ilə fi bucağı əmələ gətirir. Bura 2R-dir. Yan səthin sahəsini soruşur. Buradan da kotangens fi-ni tapsaq, kotangens fi bərabər 2R bölək 2H. 2-lər ixtisar olunur, qalır buradan R bölək H. Buradan R-i tapsaq, H vuraq kotangens fi alırıq. S-yan bərabər 2 pi R H. 2 pi vuraq, R hazır verilib. H vuraq kotangens fi, vuraq H. Buradan da alarıq. Deməli 2 pi. Deməli bu böyük H-dır. Bu böyük H-dır. Düsturda olan bu H-ın yerində 2H yaza bilərik. Verilib bizə, çünki H bərabərdir 2H-a. Deməli, bunu hesablasaq, buradakı H kiçik H-dır. Bunu hesablasaq, 4 pi H kvadrat kotangens fi. 4 pi H kvadrat kotangens fi. Doğru cavab 28-də A. 29.
F1 və F2 silindirləri oxşar olarsa, F1 silindirin yan səthinin tapın deyir. Deməli, bunlar oxşardırsa, biz oxşarlıqdan bilirik ki, R1-in R2-yə nisbəti sahələrin, yəni R1-in R2-yə nisbətinin kvadratı sahələrin nisbətinə bərabərdir. Bizdə R1 2, digəri 3 verilib. Yəni bunun kvadratı bərabər S1 verilməyib. S2 isə 54 pi verilib. Kvadrata yüksəlsə 4 bölək 9 bərabər S1 bölək 54 pi. 54 ilə 9 ixtisar olunur. 6 qalır buradan. S1 bərabər 24 pi alırıq. 24 pi doğru cavab 29-da A. 30 oxşar sualdır. 31. Silindirin oturacağın sahəsinin ox kəsiyin sahəsinə nisbəti pi böl 4. Oturacağın sahəsi yəni pi r kvadrat. Bölək pi r kvadratı bölək ox kəsiyin sahəsinə yəni 2r-a bərabər pi bölək 4 verilib. Pi'lər ixtisar olunur, r'lər ixtisar olunur. 4-dən 2-ni ixtisara aparsaq, r bölək h bərabər 1 bölək 2 alırıq. Silindirin ox kəsiyin diaqonalları arasındakı bucağı tapın. Diaqonallardan birini çəkək. Birinci buranı tapar. Buradakı f-ni. Bura h-dır. Bura 2r-dir. Kotangens fi bərabər h 2r bölək h. 2r bölək h. Buradan hər tərəfi 2-yə vursaq 2r bölək h bərabər 1 alarıq. Bərabərdir 1. Onda fi bərabər buradan olacaq 45 dərəcə. Deməli, buradakı diaqonalla oturacaq arasındakı bucaq 45 oldu. Bunlar bərabər yanlı üçbucaq əmələ gətirir. Digəri də 45 olacaq. Onda diaqonallar arasındakı bucaq 90 dərəcə olacaq. Da oldu doğru cavab Y. Həm də bunun şərtini həll etmədən də sualın cavabını tapmaq olardı. Necə? Bizdən ox kəsiyin diaqonalları arasındakı bucağı soruşur. Yəni burada qeyd etməli idi ki, iti bucaq və ya kör bucağı tapın. Yəni burada yazmayıb, onları yazmayıb, sadəcə bucağı soruşur. Bunlar bir-birinə bərabər olub ki, bucağı soruşur. Əks halda iti və ya kör bucağı qeyd eləyəcəkdir. 32. Silindirin ox kəsiyin diaqonalı 8. Ox kəsiyin diaqonalı 8 verilib. Sonra oturacaq müstəvisi ilə 15 dərəcəli bucaq əmələ gətirir. 15 dərəcədir. Silindirin yan səthinin sahəsini soruşur. S yan. S yan bərabər 2 pi r h düsturu ilə tapırdıq. Verilənləri qeyd eləyək. Bura h-dır. Bura 2r. Bunu biraz fərqli yolla yazaq. Buradan diaqonal verildiyi üçün sinusla yazaq. Sinus 15 bərabər qarşı katetin, yəni h-ın 8-ə, kosinus 15 bərabər 2r-in 8-ə nisbəti. Bunları tərəf-tərəfə vursaq, buradan alırıq sinus 15, kosinus 15 bərabər 2r-h bölək 64. Sinus 15, kosinus 15 bizə 2-də 1 sinus 30 dərəcəni verir. Bu da bərabər 2 ilə 64-ü ixtisara aparsaq, RH bölək 32. Buradan sinus 30 dərəcə 2-də 1, yəni 2-də 1-i 2-də 1-ə vursaq, 4-də 1 bərabər RH bölək 32. 4 ilə də 32 ixtisar olunur. Buradan alırıq RH bərabər 8. Gətirib RH-ın yerinə 8 yazsaq, 2 pi vuraq 8, bu da bizə verəcək 16 pi. 33. Silindirin ox kəsiyin diaqonalı 10 cm-dir və oturacaq müstəvisi ilə 75 dərəcəli bucaq əmələ gətirir. Silindirin yan səthinin sahəsini tapın. Bunu da həmçinin qeyd edək. Diaqonal 10 cm.
və oturacaq müstəvisi ilə 75 dərəcəli bucaq əmələ gətirir. 2R, bura H yazsaq, digər bucaq 15 dərəcə olacaq. Eyni zamanda burada da sinus 15'i tapaq. Sinus 15 qarşı katetin, yəni 2R'in 10'a nisbəti. Kosinus 15 bitişik katetin, yəni H'ın 10'a nisbəti. Tərəf-tərəfə vursaq, sinus 15 kosinus 15 bərabər 2RH bölək 100. Sinus 15 kosinus 15 bizə 2'də 1 sinus 30'u verəcək. Bərabər 2R H bölək 100. Sinus 30 2'də 1 bizə verəcək 4'də 1 bərabər 2RH bölək 100. 4 ilə 100'ü ixtisar aparsaq 2RH bərabər buradan 25 alırıq. Bizdən yan səthinin sahəsini soruşur. S yan 2 RH vuraq pi. RH 2RH bizə 25 verilib. Pi'yə vursaq 25 pi. Doğru cavab 33'də D. 34. Ok kəsi kvadrat olan silindrin oturacağın sahəsi 4 pi'dir. Ok kəsin sahəsini soruşur. Ok kəsin sahəsi 2 RH-dır. Əgər silindrin ok kəsi kvadrattırsa, onda H 2R'ə bərabər olur. Yerinə yazsaq, H'ın yerində 2R yazsaq, 4R kvadratı olur. Bizə deməli R lazımdır. Oturacağın sahəsi verilib 4 pi. Yəni pi R kvadrat bərabər 4 pi. Buradan R'i tapsaq, 2 alırıq. Gətirib yerinə yazsaq, 4 vuraq 4, 16. 34'də doğru cavab 16. 35. Ok kəsinin sahəsi 12 olan kvadratdır. Yəni ok kəsi kvadrattırsa H 2R'ə bərabərdir. Ok kəsinin sahəsi 2RH-dır. 2RH deməli bərabər 12. H'ın yerində 2R yazsaq, 4R kvadrat bərabər 12. Buradan R kvadrat bərabər 3 alırıq. Bizdən tam səthin sahəsini soruşur. S tam. S tam bərabər S yan üstəgəl S oturacaq. Yəni 2 pi RH üstəgəl 2 pi R kvadrat. H'ın yerində 2R yazsaq S yanda olacaq 4 pi R kvadrat üstəgəl 2 pi R kvadrat 6 pi R kvadrat. R kvadratı 3 tapmışıq. Yəni 6 pi'ni 3'ə vursaq 18 pi alırıq. Pi'nin də qiyməti 3 verilib. 18'i 3'ə vursaq 54. 36. Ok kəsinin diaqonalı verilib. Ok kəsi düzbucaqlıdır. Yəni düzbucaqlının diaqonalı verilib kök 61. Oturacağın radiusu 2/5. Onda buradaki diametr olacaq 5. Onda biz H'ı tapa bilərik Pifaqora görə. 61'dən 25 çıxarıq 36. Oradan da kök 6 çıxarıq. Silindrin ok kəsinin sahəsini tapın deyir. Deməli S ok kəsi bərabər 2 RH. R 2/5'dir. 2/5. H 6 tapdıq. Deməli 2 vuraq 2/5 vuraq 6. 5'i 6'ya vursaq 30 alarıq. 37. Ok kəsinin diaqonalı kök 73'dür. Oxşar sualdır, bunu yazarsınız. 38. Silindrin hündürlüyü onun oturacağın radiusundan 3 dəfə böyükdür. Deməli H bərabər 3R. Tam səthinin sahəsi isə 128 pi. Deməli S tam bərabər 2 pi RH. Yəni S yan üstəgəl S oturacaqdır. 2S oturacaq, yəni 2 pi R kvadratı. Bu da bizə verilib 128 pi. Pi'ləri ixtisar aparsaq, 2'ləri ixtisar aparsaq, buradan alırıq RH
üstə gəl r kvadrat bərabər 2 x'lar apardı 64 qaldı. Bərabər 64. H-ın yerində 2r yazsaq, deməli olacaq 2r kvadrat üstə gəl r kvadrat 3r verilib. Hündürlük deyir radiusdan 3 dəfə böyükdür 3r. H-ın yerində 3r yazaq. H-ın yerində 3r yazsaq olacaq 3r kvadrat üstə gəl r kvadrat bərabər 64. 4r kvadratı 64 isə r kvadratı bərabər 16. Buradan da r-i tapsaq 4. Bizdən də oturacağın radiusunu soruşur. 38-də deməli doğru cavab 4. 39. Deyir ki, hündürlük oturacağın diametrinə bərabərdir. Yəni D-yə o da 2r bərabərdir. Tam səthin sahəsi 96 pi-dir. Yəni 2 pi/h üstə gəl 2 pi r kvadrat bərabər 96 pi. Piləri ixtisar aparsaq, 2-ləri ixtisar aparsaq, RH üstə gəl r kvadrat bərabər 48. H-ın yerində 2r yazsaq, 2r kvadrat üstə gəl r kvadrat bərabər 48. Buradan 3r kvadrat 48 isə r kvadrat bərabər 16. R bərabər 4 alarıq. 40. Ox kəsi kvadrat olan, ox kəsi kvadratdırsa, deməli h 2r-ə bərabərdir. H bərabər 2r. Həcmi 54 pi-dir. Silindrin həcmi pi r kvadrat h-dır. Bərabər 54 pi-yə. Pilər ixtisar olunur. H-ın yerində 2r yazsaq, deməli r kvadrat vuraq 2r bərabər 54. Buradan alırıq 2r-in kubu bərabər 54. R kubu bərabər 27. R bərabər 3. Bizdən ox kəsinin sahəsini soruşur. R 3-dürsə, onda h da olacaq 2 vuraq 3, yəni 6. S ox kəsi bərabər 2RH. Elə buradan H-ın yerində 2R yaza bilərdik. Olacaq 4R kvadrat. H-a ehtiyac yoxdur. Yəni 4 vuraq 3-ün kvadratı. Yəni 36. 40-da doğru cavab 36. Yəni H-a ehtiyac yoxdur. 41. Yan səthinin sahəsi 80. Silindrin ox kəsi kvadratdır. Ox kəsi kvadratdırsa, bunda h bərabər 2r. Yan səthinin sahəsi, yəni 2 pi r h bərabər 80. Gətirib h-ın yerində 2r yazsaq, olacaq 4 pi r kvadrat bərabər 80. Buradan alırıq pi r kvadrat bərabər 20-yə. Bizdən tam səthinin sahəsini soruşur. S tam. S tam bərabər S yan. Üstə gəl 2 S oturacaq. S yan 80 verilib. Üstə gəl 2 S oturacaq, yəni 2 pi r kvadrat. 80 üstə gəl. Pi r kvadratını tapmışıq 20. 2 pi r kvadratı olacaq 40. Yəni 120 doğru cavab. 42. Həcmi 54 pi, ox kəsinin sahəsi 36 olan silindrin oturacağın radiusunu tapın. Həcmi 54 pidirsə, yəni pi r kvadrat h bərabər 54 pi-yə. Pilər ixtisar olunur, qalır pi r kvadrat r kvadrat h bərabər 54-ə. Ox kəsinin sahəsi verilib, yəni 2 RH bərabər 36. Biz bunu R vuraq RH kimi yazsaq, R vuraq RH bərabər 54. RH-ın yerində, buradan RH bərabər 18. RH-ın yerində 18 yazsaq, R vuraq 18 bərabər 54. Buradan da R bərabər 3. Bizdən radiusu soruşur. Radius oğlu 3. 43 oxşar sualdır. 44.
Silindrin oturacağın sahəsi ox kəsinin sahəsindən pi dəfə böyükdür. Oturacağın sahəsi, yəni pi r kvadrat, ox kəsinin sahəsindən, yəni 2rh-dan pi qədər böyükdür. Silindrin yan səthinin sahəsinin oturacağın sahəsinə nisbətini tapın. Pilər ixtisar olunur, rlər ixtisar olunur. Alınır burada r bərabər 2h. Silindrin yan səthi S yan bölək S oturacaq. S yan 2 pi r h idi. Oturacaq pi r kvadrat. Buradan ixtisar aparsaq alınır 2 h bölək pilər rlər ixtisar olunur bölək r bərabər. 2h'ın yerində r yazsaq r bölək r bərabər 1. Deməli, nisbət oldu 44'də 1. 45. Yan səthinin sahəsi oturacağın sahəsindən 2 pi dəfə böyükdür. Yəni, S yan bərabər 2 pi vuraq pi r kvadrat. S yan 2 pi r h idi. Bərabər 2 pi vuraq pi r kvadratı. Buradan 2'ləri ixtisar aparsaq, piləri ixtisar aparsaq, rlərdən birini ixtisar aparsaq, alarıq h bərabər pi r. H bərabər pi r. Ox kəsinin sahəsinin S ox kəsinin sahəsinin oturacağın sahəsinə nisbətini soruşur. Ox kəsi 2rh idi. Oturacağın sahəsi pi r kvadrat. H-ın yerində pi r yazsaq, deməli 2r vuraq, H-ın yerində pi r yazaq, bölək pi r kvadrat. R'lər ixtisar olunur, pilər ixtisar olunur, bərabər 2 alarıq. 45'də doğru cavab 2. 46. Silindrin yan səthinin sahəsi 18 piyə bərabərdir. Ox kəsinin sahəsini tapın. Ox kəsinin sahəsini tapmaq üçün S yan səthinin sahəsini piyə bölmək kifayətdir. Yəni 18 pi bölək pi bərabər 18. 147. Ox kəsinin sahəsini verib yan səthinin sahəsini soruşur. Yan səthi tapmaq üçün ox kəsinin sahəsini piyə vursaq, yəni 16 pi vuraq pi və 16. Buna oxşar suallara əvvəlki suallarda baxmışdıq. 148. Silindrin yan səthinin sahəsi 64 pidir. Deməli, S yan 2 pi r h bərabər 64 pi. Ox kəsinin diaqonalı 16. Yəni, düzbucaqlının diaqonalı verilib 16. Ox kəsinin diaqonalının oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünün kiçik qiymətini tapın. Oturacaq müstəvisi ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünün kiçik qiymətini soruşur. Buradan piləri ixtisar aparsaq, 2'ləri də ixtisar aparsaq, 32. Deməli, RH bərabər 32. 32. Buradaki alfanın kiçik qiymətini soruşur. H 2r. Buradan da sinus alfanı tapaq. Sinus alfa bərabər qarşı katetin, yəni H-ın 16'ya nisbəti. Buradan H-ı tapsaq 16 sinus alfa. Kosinus alfa 2r'in 16'ya nisbəti. Buradan da 2r'i tapsaq 16. Yəni ixtisar aparaq, elə r-i tapaq. Çünki bundan əvvəlkində ixtisar aparmışdıq. 2 ilə 16 ixtisar gedir. R bərabər 8 kosinus alfa. Gətirib yerinə yazsaq burada RH bərabər 32-də. R-in yerində 8 kosinus alfa, H-ın yerində 16 sinus alfa vuraq 8 kosinus alfa bərabər 32. Sinus alfa, kosinus alfa bizə 2'də 1 sinus
2 alfanı verir. 16 ilə 32-ni ixtisara aparsaq, burada 2 qalır. 8 ilə də 2-ni ixtisara aparsaq 4 qalır. Deməli, sinus 2-də 1 sinus 2 alfa bərabər 4-də 1. Buradan sinus 2 alfa, sinus 2 alfa. Sinus 2 alfa bərabər, deməli 2-də 1-lə ixtisar olunur, qalır 2-də 1. Sinus alfa 2 alfa 2-də 1-ə bərabərdirsə, buradan 2 alfa bərabər üçbucağın bucaqlarını bilirik ki, 180 dərəcəyə qədər cəmi 180 olmalıdır. Buradan 2 alfanın ala biləcəyi qiymətlər, yəni 2-də 1-i dərəcə olaraq 30 və 150 dərəcədə alır. Buradan alfanı tapsaq 15, digərindən alfanı tapsaq 75 dərəcə olur. Bizdən kiçik bucağı soruşur, yəni 15 dərəcə. 49. Yan səthin sahəsi 64 pi kvadrat santimetr, ox kəsin diaqonalı 16. Ox kəsin diaqonalının doğranla əmələ gətirdiyi bucağın dərəcə ölçüsünün böyük qiymətini soruşur. Bu da oxşar sualdır. Bunu da yazaq. S yan bərabər 64 pi. Buradan yəni 2 pi RH bərabər 64 piyə. İndi bunu saxlayaq. Alfa H2R. Yəni də sinus alfa bərabər H bölək diaqonal verilib 16. H bölək 16 kosinus alfa 2R bölək 16. Buradan H-ı tapsaq 16 sinus alfa. Digər tərəfdən 2R-i tapsaq 16 kosinus alfa. Buradan piləri ixtisar aparsaq, deməli 2RH bərabər 64 alarıq. 2-ni ixtisar aparmıram, elə gətirib yerinə yazanda eyni qiymət. 2R-in yerində 16 kosinus alfa, H-ın yerində 16 sinus alfa yazsaq, bərabər 64. Sinus alfa, kosinus alfa bizə 2-də 1 sinus 2 alfanı verəcək. 16 ilə ixtisar aparsaq, burada 8 qalır. Digər 16-nı 64 ilə ixtisar aparsaq, 4 qalır. Deməli, nə alındı buradan? Sinus 2 alfa bərabər 4 bölək 8. Yəni 2-də 1. Buradan da eyni ilə 2 alfa bərabər 30 dərəcədə ya da 150 dərəcədə qiymətlər alır. Alfa bərabər 15, digər tərəfdən alfa bərabər 75 dərəcə. Bizdən böyük qiymətini soruşur. Böyük qiyməti olacaq 75 dərəcə. Perimetri 24 olan düzbucaqlının eni və uzunluğu ətrafında fırlanmasından alınan cisimlərin həcmləri cəmi 384 pi olarsa, düzbucaqlının sahəsini tapın. Gəlin 2 dənə düzbucaqlı çəkək. Tərəfləri A və B. Bu da A və B. Birini A'nın ətrafında, birini isə B ətrafında fırlanmasından alınan fiqur. Əgər A ətrafında fırlatsaq, onda silindrimiz olacaq belə. Deməli, biraz düzəliş eləyək. Digərini isə B ətrafında B ətrafında fırlatsa, onda
Fikir versək, nəyin ətrafında birincidə A-nın ətrafında, ikincisində isə B-nin ətrafında düzbucaqlığını fırladırıq. Hansı tərəf qalırsa, o ətrafında fırlanırsa, o bizim üçün H olacaq. Yəni, burada birincidə H-ı A əvəz edir. İkincidə isə burada, yəni B bizim üçün R rolundadır. Digər tərəfdən isə radius A olacaq, hündürlük isə B olacaq. İndi bunların həcmləri cəmi. Birinci silindrin həcmini yazsaq, pi r kvadratı, pi, r-in yerində bizdə b var, b kvadratı vuraq h, yəni a, üstə gəl ikinci silindrin. Burada isə r-in yerində a var, pi vuraq, a kvadrat vuraq h, yəni b. Bərabər verib 384 pi-yə. Pi-ləri ixtisar aparsa, AB-ni ortaq vuruq kimi çıxarsaq, A üstə gəl B bərabər 384. Bizə də düzbucaqlığın deməli perimetr verilib 24. Yəni 2A üstə gəl 2B 24-dür. Buradan A üstə gəl B bərabər 12 alırıq. A üstə gəl B-nin yerində 12 yazsaq, AB vuraq 12 bərabər 384. AB-ni tapsaq, 384-ü 12-yə bölsək, 3 dəfə, 24, 12, 2 dəfə. AB-ni tapdıq, 32. Bizdən də düzbucaqlığının sahəsini soruşur. Sahə ilə AB ilə tapılır, yəni 32. 51. Burada da elə eyni oxşar sualdır. Perimetri 28-dir. Onda A üstə gəl B bərabər 14 olacaq. Bir dəfə AB, bir dəfə BC ətrafında fırlanır. Birində olacaq pi vuraq. 50-də şəkli çəkib yazmışam deyə 51-də bir dəfə də şəkilləri qeyd etmirəm. Eyni bu şəkilləri burada 51-də də çəkəcək. A kvadrat B üstə gəl pi A B kvadrat bərabər neçə verilib? Həcmi 672 pi. Pi-ləri ixtisar aparsaq, buradan AB-ni mötərizə xaricinə çıxarsaq, A üstə gəl B bərabər 672. Buradan da A B vuraq, A üstə gəl B-nin yerində 14 yazsaq, 672. AB-ni tapsaq buradan 672-ni bölürük 14-ə. 67 14-ə bölünür 4 dəfə, 56, 48. Deməli, sahəni soruşur, sahə də AB ilə tapılır, o da olacaq 48. 52. Tərəfləri 6 və 5 olan düzbucaqlı iki müxtəlif silindrin yan səthinin açılışı olarsa, böyük silindrin həcminin kiçik silindrin həcminə nisbətini tapın. Deməli, bizə iki müxtəlif silindrin yan səthinin açılışı verilib. Birinci olsun. Digəri də belə verilə bilər. Onda açılışlarını qeyd edək. Birində verilib tərəf 6, birində isə 5. 5, bir də 6. Burada 2 pi r'dir. 2 pi r 6. Bura isə 2 pi r bərabər 5 verilib. Böyük silindrin həcminin kiçik silindrin həcminə nisbətini tapın.
İndi buraya V1 yazaq, digərində V2 ilə yazarıq. Deməli, pi r kvadrat vuraq h. H 5-dir. R-i buradan tapsaq, deməli 2 pi r bərabər 6. Buradan r-i tapsaq 3 bölək pi alarıq. Digərindən 2 pi r bərabər 5. R-i tapsaq 5 bölək 2 pi. Gətirib yerinə yazsaq, r-in yerində 3 bölək pi yazsaq, alınır 9 bölək pi kvadrat. Burada pi vuraq h, h da 5 verilir. Yəni 45 pi bölək pi kvadrat. Bunda ixtisar aparsaq 45 bölək pi. Digəri üçün V2 bərabər pi r kvadrat h bərabər. Deməli, r 5-dir, kvadratı olacaq 25 bölək 4 pi kvadrat. Vuraq buradan pi, vuraq h da verilib 6. Bunları ixtisar aparsaq 2 pi kvadrat, piləri də ixtisar aparsaq birini. Məxrəcdə 2 pi, surətdə 3 qalır, 75 bölək 2 pi. 75 bölək 2 pi. Bunların nisbətini istəyir bizdən. Böyük olanın kiçik silindrin həcminə nisbəti. Böyük silindir burada. Bunu 2-yə vursaq 90 bölək 2 pi alarıq. Deməli V1 daha böyükdür. Yəni V1-in V2-yə nisbətini soruşur. 90 bölək 2 pi-ni vururuq digərin tərsinə. Yəni 75-də 2 pi-yə. Buradan 90 ilə 75 2 pi-lər ixtisar olunur. 15-ə ixtisar aparsaq 5, burada 6. Yəni 1,2. 53. Oxşar sualdır. Oxşar sualdır. Tərəflər 5 və 3-dür. Burada isə 5 və 6 idi. Bunu elə buradan şəkli əsən yazaq. Deməli, birincidə h bərabər 5, 2 pi r bərabər 3-dür. İkincidə isə h bərabər 3, 2 pi r bərabər 5-dir. Buradan r-i tapsaq 3 bölək 2 pi, digərindən r-i tapsaq 5 bölək 2 pi. Gətirib yerinə yazsaq V1 bərabər pi r kvadrat h. Yəni 5 pi vuraq, r-in yerində 3 bölək 2 pi yazsaq 9 bölək 4 pi kvadratı. Pilər ixtisar olunacaq 45 bölək 4 pi. Deməli 45 bölək 4 pi. V2-ni tapsaq pi r kvadrat h. Deməli buradan 3 pi vuraq, r-in yerində 5 bölək 2 pi yazsaq 25 bölək 4 pi kvadrat. Pilər ixtisar olunur 75 bölək 4 pi alarıq. Deməli V2 bizdən kiçiyin həcminin böyük həcminə nisbətini soruşur. V1 daha kiçikdir. Məxrəclər eynidir. Surəti kiçik olan daha kiçik olacaq. Yəni 45 bölək 4 pi vuraq digərin tərsinə. Yəni 75-də 4 pi. 4 pi-lər ixtisar olunacaq. 45 ilə 75-i 15-ə ixtisar aparsaq 3, 5. 0, 10-da 6. 54. Yan tərəfi 5, oturacaqları 6 və 8 olan bərabər yanlı trapesiyanın simmetriya oxu ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Bərabər yanlı trapesiyanın simmetriya oxu ətrafında fırlanmasından alınan fiqur kəsik konus alınır. Silindirdə bunu silindir üçün əlavə ediblər. Maraqlıdır. Əslində bu kəsik konusa aid sualdır.
Deməli, yan tərəf verilib kök 5. Oturacaqlardan biri, gəlin dairələri silək, mane olmasın bizə. Qalsın belə. Deməli, simmetriya oxu dedikdə, yəni və ox üzərində fırlanmasından alınan fiqur. Oturacaqlardan biri 6, digəri isə 8-dir. Biz buradan hündürlüyü tapsaq, aşağı hissədə 6 olacaq, ümumi 8-dir, bura 1 qalacaq. Onda hündürlük Pifaqora görə kök 5-in kvadratı çıxar 1-in kvadratı, h bərabər 2 alınır. H bərabər 2. H-ı 2 tapdıq. Oturacaqların radiuslarını tapaq. Oturacaqların radiusları, deməli, kiçik oturacaq, kiçik dairənin diametri olacaq. Eyni ilə böyük oturacaq da böyük dairənin diametri. Buradan yazaq R1 bərabər 3, R2 bərabər 4. Yəni 8-in yarısı, 6-nın yarısı. İndi kəsik konusun həcmini yazsaq, bərabər 3/1 pH R1-in kvadratı üstə gəl R2-nin kvadratı üstə gəl R1 R2 bərabər 3/1 pi vuraq h verilib bizə, tapmışdıq 2 vuraq R1-in kvadratı, yəni 3-ün kvadratı 9 üstə gəl 16 üstə gəl 3 vuraq 4, yəni 12. 3/2 pi vuraq 25 üstə gəl 12 37 və bərabər pinin qiymətini də 3 verib yerinə yazaq. 3/2 vuraq 3 vuraq 37. 3-lər ixtisar olunur, qalır 37 vuraq 2, yəni 74. 55. Ox kəsiyi ABCD düzbucaqlısı olan silindirdə AB bölək YB 5 bölək 2. AB bölək, deməli AB 5x, YB 2x-dir. YB-yə 2x yazsaq, AB ümumilikdə 5x-dir. Onda AY-yə 3x qalır. CD DY-yə bərabərdir. CD DY-yə bərabərdir. AD 8, yəni oturacağın diametri 8 verilib. Bizdən silindirin həcmini soruşur. Deməli, AB ümumi 5x-dir. Onda CD də 5x olacaq. CD YD-yə bərabər olduğu üçün YD də 5x olacaq. Burada düzbucaqlı üçbucaq görürük. Tərəflər 3x, 5x və 8-dir. Həm Pifaqordan, həm də Pifaqor üçlüyündən bilirik ki, digər tərəf 4x olacaq. Onda 4x bərabər, yəni 3, 4, 5 Pifaqor ədədləridir. 4x 8 isə x bərabər 2 alırıq. Onda bura olacaq 10. Bizdən silindirin həcmini soruşur. Ümumi 8 idi. Radius olacaq 4. Radius 4-dür. Və bizə bir dənə də hündürlük lazımdır. Hündürlük bizdə elə AB-dir. AB bərabər H. AB 5x idi. Vuraq 2 bərabər 5x. 5 vuraq 2. 5 vuraq 2 bərabər 10. Silindirin həcmi S bərabər V bərabər PR kvadrat H idi. R 4-dür. R bərabər 4 yazaq. 4-ün kvadratı 16 vuraq H 10 vuraq pi. Pinin də qiymətini 3 verir. 160 vuraq 10. 160 10-a vursaq 160 vuraq 3. 480. 56 oxşar sualdır. Yazarsınız. 57. Oturacağın sahəsi 75 olan silindirin tam səthinin açılışı verilib. Açılışın səthinin sahəsi 450 olarsa silindirin həcmini tapın.
Oturacağın sahəsi 75'dir. Yəni pi r kvadrat bərabər 75. P-nin qiyməti 3 verilib. 3r kvadrat 75. R kvadrat 25. R bərabər 5 olur. Açılışın səthinin sahəsi, yəni S tam bərabər 450. S tam S yan üstəgəl, yəni 2 pi r h üstəgəl 2 oturacağın sahəsi. Yəni pi r kvadrat bərabər 450. Oturacağın sahəsi verilmişdi bizə. S oturacaq 75. Yerinə yazsaq pi r kvadratında. Buradan 2 pi r h bərabər 75 yazsaq 150 olacaq 300. P-nin qiyməti bizə verilib 3. Buradan 2 vuraq 3. R-i də tapmışıq 5. Vuraq h bərabər 300. 15, 30. H bərabər 10 alırıq. Silindrin həcmi pi r kvadrat h. P-nin qiyməti 3. R-i 5 tapmışıq 25. H-ı da 10. Yəni 750. 58. Oxşar sualdır yazarsınız. 59. Tunelin radiusu 3. Tunelin radiusu 3 və r bərabər 3. Yarım silindir formasındadır. Tuneldəki torpağın daşınması zamanı hər birinin tutumu 15 kub metr olan neçə kamazdan istifadə olunub? Bir də 3-ə bərabərdir. İtkidə nəzərə alınmır. Biz silindrin həcmini tapaq. V bərabər pi r kvadrat h bərabər. P-nin qiyməti 3, R verilib 3, H da 150. Bərabər, bunu yazaq elə, 150 vuraq 9. Bizdə silindir tam deyil, yarım silindirdir. Onda biz bunun yarısını tapacaq. V bölə 2, yəni 150 vuraq 9 bölə 2. Və 150 ilə 2-ni ixtisar aparsaq 75 vuraq 9. Deməli, bu qədər kub metr torpaq sahəsi var. Bizdən soruşur ki, 15 kub metr olan kamazın tutumu əgər 15 kub metrdirsə, neçə dənə belə kamaz lazımdır? Onda biz ümumini, yəni 75 vuraq 9-u bölək 15-ə bərabər say bərabərdir. 75 ilə 15-i ixtisar aparsaq 5. Düz yazdıq bunu, 150, 9 vur 150. Burada r kvadratıdır, bu 9'dur. Yəni 150 vur 27 olacaq. 150 vur 27. Burada da 27. Burada da 27. Deməli 5 vuraq 27, 135. 3 dənə kamaz lazım olacaq. 160 oxşar sualdır. Buradan R bərabər 6, H bərabər 200, bu da yarım silindirdir. Deməli V bərabər, V bölə 2-ni bir dəfəlik tapaq elə, yarım silindir olduğu üçün. V bölə 2. P-nin qiyməti 3'dür. 3 vuraq R kvadrat, yəni 36, vuraq H 200 bölə 2 bərabər 3 vuraq 36, vuraq 100. 2 ilə 200-ü ixtisar apardıq. Onda bizdə say olaraq 3 vuraq 36, vuraq 100. Deməli, hər birinin tutumu 25'dir. 25'ə bölək. 100 ilə 25 ixtisar olunur, 4 qalır. Deməli, 3'ü 36'ya vursaq 108 vuraq 4. 432. Həcmləri eyni iki silindrin hündürlükləri 8 və 2 cm olarsa, onların radiusları nisbətinin ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli, həcmlər eynidir. Yəni V1-in V2-yə nisbəti
bizə 1 verəcək. V1 üçün yazaq pi R1 H1 bölə R kvadrat bölə pi R2 kvadrat H2 bərabər 1. Qiymətləri yerinə yazsaq, H-lar verilib, pilər ixtisar olunur. Deməli, hündürlüklər 8. 8 R1-in kvadratı bölə 2 R2-nin kvadratı bərabər 1. 8-dən 2-ni ixtisar aparsaq, deməli, R2-nin kvadratı bərabər 4 R1-in kvadratı. Buradan da R2 bərabər 2 R1. Bizdən bunların nisbətini soruşur. Nisbətlərin ala biləcəyi qiymət. Deməli, R1-in R2-yə üstəgəl R2-nin R1-ə nisbətinin cəmi bərabər. Buradan R1-i R2-yə bölsək, buradan yazaq R2 bərabər 2x, R1 bərabər x. Yerinə yazsaq, deməli, x bölə 2x üstəgəl 2x bölə x. Bu da bərabərdir 2,5. X-lər ixtisar olunur. 2,5. 62. 62 oxşar sualdır. Bunu yazarsınız özünüz. 63. Tam səthinin sahəsi 52 pi və yan səthin sahəsi 20 pi olan silindrin həcmini tapın. S tam, yəni S tam bərabər S yan üstəgəl 2S oturacaq. Buradan 52 pi bərabər yan səthin sahəsi verilib 20 pi. 20 pi üstəgəl 2S oturacaq. Buradan 2S oturacağı tapsaq 32 pi 2 vuraq pi r kvadrat bərabər 32 pi. Pilər ixtisar olunur. 2 ilə 32 ixtisar olunur. R bərabər 4 alırıq. Silindrin həcmini tapın. Deməli, V bərabər pi r kvadrat, yəni S oturacaq, vuraq. Əslində S oturacağı tapmışdıq buradan. Pi r kvadrat. Deməli, S oturacaq bərabərdir 16 pi. Buradan alırıq. Bir dəfəlik yerinə yazaq, bir dəfə R-ləri yazmayaq. V bərabər S oturacaq, vuraq H. S oturacaq 16 pidir. Vuraq H-ı tapmaq üçün S yan verilmişdi bizə. 2 pi R H bərabər 20 pi. Pilər ixtisar olunur. R-i tapmışdıq 4. Deməli 2, 4, 8 H bərabər 20. H bərabər 4-ə ixtisar aparsaq 5 bölə 2. H-ın yerində 5 bölə 2 yazsaq 2 ilə 16 ixtisar olunur. P-nin də qiyməti 3 verilib. 8 vuraq 3 vuraq 5. 24, 5, 120. 60-da doğru cavab 120. 64 da oxşar sualdır. Bunu da yazarsınız. 65 silindir. Bu hazır verilmiş düsturlarda H verilib, radius verilib və uyğunluğu müəyyən etmək lazımdır. S yan, S bir də həcm. Birini yazaq, birinci üçün yazaq. Deməli, S yan bərabər 2 pi r H bərabər. Deməli, H verilib 4. 2 vuraq pi vuraq 4. Birinci üçün R2 verilib. 2 yazaq yerinə. 8, 2, 16 pi. Bir də həcmi tapaq. V bərabər pi r kvadrat H. R2 verilib. Yəni 4 pi vuraq H4, 16 pi. Deməli, həm S yan, həm də həcm 16 pi oldu. Deməli, 1-ə uyğundur. C, D.
1'ə uyğundur C ilə D. İkincini yazaq. Bunu biraz çəkək bu tərəfə. Burada yerləş. Burada yazaq. 1. İkinci üçün S yan bərabər. Deməli C ilə D-ni silək buradan. İkinci üçün S yan 2 vuraq pi vuraq R4 verilib. H-da 4, 16, 32 pi V bərabər pi vuraq R verilib 4, 16, H-da 4, 64 pi. Deməli yan səthi 32 pi, həcmi 64 pi. Deməli 2-yə uyğundur B ilə Y. B, Y. Hər üçünə bir bənd uyğun gəlməlidir. Onda 3-ə də A uyğun gələr. 66. Ox kəsinin sahəsi S olan kvadratdır. Yəni bizə demək istəyir ki, H 2R-ə bərabərdir. Uyğunluğu müəyyən edin. Oturacağın sahəsi bir də ox kəsinin diaqonalı. Bunu yazarsınız özünüz. Burada da bir tərəfi ətrafında fırlanmasından alınan cisim A verilib, D verilib. Yan və həcmi soruşur. Bunları yazarsınız. 69. Deməli, silindrin ox kəsinin diaqonalı oturacaq müstəvisi ilə alfa bucağı əmələ gətirir. Hündürlüyü H, oturacağın radiusu R. Uyğunluğu müəyyən edin. Bucaqlardır 45, 60, 30. Buradan H və R-i tapıb yazarsınız. Məsələn, bir 45 üçün yazaq. Bura 45 isə digər bucaq da 45. Onda bura bərabər olur. Birincidə məsələn H bərabər 2R olur. Yəni bu kvadratdır. Ondan sonra S yan, S tamı taparsınız. H-ı tapdıq 2R. Siz birini yazaq buradan. Bir də S yanı tapaq. S yan bərabər ox kəsi kvadrattırsa, onda olacaq 4 pi R kvadrat. Çünki 2 pi R H-dır. Gəlin açılışını yazaq. Deməli, S yan 2 pi R H-dır. H-ın yerində 2R yazsaq, olacaq 4 pi R kvadrat. Birinciyə uyğundur. Deməli, H 2R 4 pi R kvadratdır. BS 69-da 1-ə uyğun gəldi. BS 2 60 dərəcədir. 60 dərəcə olsa, alfa bərabər 60 dərəcə, bura olacaq 30 dərəcə. 30-un qarşısındakı katet hipotenuzun yarısıdır və ya 60-ın qarşısındakı katet digər katetin kök 3 mislidir. Yəni H bərabər buradan ikinci üçün H bərabər 60-ın qarşısındakı katet digər katetin kök 3 mislidir. Yəni olacaq 2 kök 3 R. H bərabər 2 kök 3 R. Eyni zamanda S yanı tapsaq, S yan bərabər 2 pi R H-dır. H-ın yerində 2 kök 3 R yazsaq, olacaq 4 kök 3 pi R kvadrat. 4 kök 3 pi R kvadrat. Deməli, D uyğundur, həm də Y. D, Y. Deməli, 2-yə D, Y uyğundur. 3-də 30 dərəcədir. 3-də. Yazmasaydıq da olardı, çünki üçüncüyə də qalan bənd, yəni A getməlidir. 30 dərəcə. Çünki hər bir bəndə biri uyğun gəlməlidir. 30, bura olur 60 dərəcə. 30-un qarşısındakı katet hipotenuzun yarısıdır. 60-ın qarşısındakı katet hipotenuzu yoxdur deyə elə R-nə yazaq. 60-ın qarşısındakı katet, yəni 2R bərabər 30-un qarşısındakı katetin kök 3 misli. Yəni kök 3 H-ı. Buradan H-ı tapsaq 2R bölək kök 3. H bərabər 2R bölək kök 3. 3-ə də A uyğundur. 70. Diaqramda silindr formasında olan iki qabın ölçüləri verilib. Qabların həcmləri bərabər olarsa, ikinci qabın hündürlüyünü tapın.
Deməli, R1 verilib. R1 bərabər 16. H1 bərabər qara deməli H1'dir 8. Buradan V1'i tapaq. Pi R kvadratı H. Yəni R1 H1 yazsa daha doğru olar. Bizdən hündürlüyünü soruşur. Bunları yazaq ilə hesablamayaq. 16 vuraq 16, vuraq 8, vuraq pi. Digərində bu birinci, ikinci üçün R2 bərabər. R2 verilib 12. H2 bərabər X. Buradan V2'ni tapsaq. Pi R2'nin kvadratı H2 bərabər pi vuraq 12 vuraq 12 vuraq X vuraq pi. Bunlar deyir ki, iki qabın ölçüləri verilib, həcmləri bərabərdir. Həcmləri bərabərdir o demək ki, yəni V1 bərabər V2. Yəni bunların nisbəti bizə 1 verəcək. Bərabər V2. Deməli 16 vuraq 16 vuraq 8 vuraq pi bərabər 12 vuraq 12 vuraq X vuraq pi. Pi'lər ixtisar olunur. 12 ilə 16'nı ixtisar aparsaq 4'ə. Burada qalır 4, burada 3. Digər 16'ını da 12 ilə 3, 4. Deməli burada qalır 9x bərabər 16 vur 8. 16 vuraq 8, x bərabər 80, 48, 128 bölək 9. Bu da bərabər 128'i 9'a bölsək 1 dəfə, 38 4 dəfə, 9'da 2. Deməli 14,9'da 2 doğru cavab. 71. Ok kəsiyin sahəsi 18, həcmi 63 pi olarsa, oturacağın radiusunu tapın. Ok kəsiyin sahəsi yəni 2RH bərabər 18. Buradan RH-ı tapsaq 9. Həcmi pi R kvadrat H bərabər 63 pi. Pi'lər ixtisar olunur. Bunu belə yazsaq RH vuraq R kimi bərabər 63. RH-ı tapmışıq 9. 9 vuraq R bərabər 63. R bərabər 7 alarıq. Deməli 71'də doğru cavab 7. 72. Ok kəsiyi kvadrat olan, yəni H bərabər 2 R. Həcmi 54 pi olarsa hündürlüyü tapın. Pi R kvadrat H bərabər 54 pi. Pi'lər ixtisar olunur. H-ın yerində 2R yazsaq, R kvadrat vuraq 2R bərabər 54. Buradan R kubu bərabər 2 ilə 54'ü ixtisar aparsaq 27. R bərabər 3 alırıq. R 3 isə ok kəsi kvadratdır, yəni H 2R'dir. R 3 tapmışıq, H da olur 6. 73. Üzəri şokolad ilə tam örtülmüş silindr şəklindəki dondurmanın oturacağın radiusu 2,2 cm, hündürlüyü isə 6,4 cm-dir. Şokoladın qalınlığının 2 mm olduğunu bilərək dondurmanın həcminin şokoladsız neçə kub santimetrdir? Deməli bizə bir silindr formalı qab verilib və onun səthinin üzərinə şokolad çəkilib. Şokoladın qalınlığı da 2 mm-dir. Biz birinci silindrin oturacağın radiusu, bizdə silindrin oturacağın radiusu yazıram S silindr bərabər 2,2 cm. Bu 2,2 cm millimetrə çevirmə ilə saxlayaq. Qalınlığı isə şokoladın qalınlığı 2 mm-dir. Yəni 2 mm o demək ki 0,2 cm. Biz qabın bir dənə qabın radiusunu tapmaq istəsək, gərək həmin o
şokoladın qalınlığını oradan çıxar. Yəni 2,2 santimetrdən çıxar 0,2 santimetri. Bu bizə verəcək 2 santimetr. Bu sırf silindr formalı qabın radiusudur. Hündürlüyü də eyni ilə H silindr. Da verilib 6,4 santimetr. İndi hündürlük hər iki tərəfdən, hündürlük üçün hər iki tərəfdən şokolad əlavə olunduğu üçün ümumilikdə olacaq 6,4 santimetr çıxaq 0,4. Çünki həm da bir dənə qeyd edim bunu. Qalınlıq üçün həm aşağı hissədən 0,2, həm də yuxarı hissə üçün 0,2 şokolad əlavə olunub. Ümumilikdə 0,4 olacaq. Santimetri çıxsa, hündürlüyü alırıq 6 santimetr. Bizdən dondurmanın şokoladsız həcmini soruşur. V bərabər pi r kvadrat h. R2 idi, kvadratı 4 pi, vuraq h-da 6'dır, yəni 24 pi. 74. Bu da oxşar sualdır. Radiusu tapsaq, R bərabər 3,2 santimetrdən çıxaq 0,2 santimetri. 2 millimetri çeviririk santimetrə eləyir 3 santimetr. H üçün də 5,4 santimetrdən çıxaq 0,4 santimetr. Hündürlük üçün həm yuxarı, həm aşağı oturacağın üzərindən 0,2, 0,2, 0,4 eləyir. Deyilir 5 santimetr. V bərabər pi r kvadrat h. R 3'dür. Yəni 9 pi vuraq 5. Bu da bizə verəcək 45 pi. 75. Silindrin oturacağının və ox kəsiyinin sahələri bərabərdir. Oturacağının, yəni S oturacaq bərabər S ox kəsi. Bu silindrin tam səthinin sahəsi oturacağın sahəsindən neçə dəfə böyükdür? S oturacaq pi r kvadratıdır. Bərabər ox kəsi 2rh. R'lərin biri ixtisar olunub. P'ni 3 verib. Deməli 3r bərabər R ixtisar olundu buradan 2h. Bu silindrin tam səthinin sahəsinin. Deməli buradan R bərabər 2x, h bərabər 3x yazsaq. Bizdən tələb olunan tam səthinin S tam bölək oturacağın sahəsinə S oturacaq bərabər. S tam səthinin sahəsi 2 pi r h üstəgəl 2 pi r kvadrat bölək pi r kvadratına bərabər. Verilənləri yerinə yazsaq, P'nin qiyməti 3'dür. 2 vuraq 3, R 2x, H 3x. Üstəgəl 2 vuraq 3, R bizə verilib 2x, yəni 4x kvadrat. Bölək pi vuraq 4x kvadrat bərabər. Parçalasaydıq daha yaxşı olardı. Bu yazmışıq. Deməli 6x kvadrat vuraq 6, 36x kvadrat. Buradan da 12, 24, 60x kvadrat. P'nin qiyməti 3 idi. Yerinə yazaq məxrəcdə də. Burada 3. Belə 12x kvadrat. Bu da bizə verəcək 5. Bunu belə yazsaydı daha yaxşı idi. Deməli bizdən S tam bölək S oturacağı istəyirdi. S tam S yan üstəgəl 2S oturacaq bölək S oturacaq deməkdir. Bunu parçalasaq S yan bölək S oturacaq üstəgəl 2 kimi yaza bilərdik. Buradan hesablama aparmaq daha yaxşı olardı. Deməli S yan 2 pi RH bölək pi R kvadratı. P'lər ixtisar, R'lərdən biri ixtisar olunur. Üstəgəl 2 də var idi. Üstəgəl 2 bərabər.
Deməli, surətdə qalır 2 H, məxrəcdə R. H 3x idi. H 3x. H-ın yerinə 3x yazsaq, R-in yerinə 2x, 6x kvadratı, 6x bölə 2x, H 3x, R 2x. Burada niyə fərqli cavab alırıq? Deməli, 2s oturacaq. Tam səthin sahəsinin oturacağın sahəsindən neçə dəfə böyükdür. S-yan böl S oturacaq, üstəgəl 2. 2 pi r h bölək pi r kvadrat üstəgəl 2. Pilər ixtisar olunur. 2h bölək r. H 3x-dir. 6x bölək düzdür. 6x bölək 3x. 6x bölək 2x üstəgəl 2. X-lər ixtisar olunur. Burada da qalır 5. 76. ABC'de silindirin ox kəsiyidir. CAD 30, CD 2 olarsa silindirin yan səthinin sahəsini tapın. 30 dərəcə, bura olar 60. Deməli, CD verilib bizə 2, CD 2. 30'un qarşısı 2 isə, onda AC olacaq 4. 60'ın qarşısı olacaq 2 kök 3. 2 kök 3. Yəni, radius olacaq buradan kök 3, kök 3. Yan səthinin sahəsini soruşur. R bərabər kök 3 olur. Çünki diametr 2 kök 3'dür. H bərabər 2 olur. Diagonala heç ehtiyac olmur. S yan bərabər 2 pi r h. 2 vuraq pi, vuraq r kök 3. H da 2. Bu da bizə verəcək 4 kök 3 vuraq pi. 76. 77'ye baxaq. 77 burada 45. Burada 45 olacaq. Bərabər yanlı düz bucaqlı, üç bucaqlı. CD 2. Onda diametr 2 olacaq. Radius olacaq R bərabər 1. H elə 2'dir. H bərabər 2. Buradan S yan 2 pi r h. 2 pi vuraq. R 1. H 2. Və bizə verəcək 4 pi. 78. Daxili hissənin radiusu 4 cm, hündürlüyü 10 cm olan silindir formasında stəkanda 336 kub santimetr su var. Stəkanın boş hissəsinin hündürlüyünü tapın. Deməli, daxili hissənin radiusu 4 cm-dir, hündürlüyü də 10. Bir silindir formasında qab çəkək. Bu bizim stəkanımızdır. Stəkan. Müəyyən hissəyə qədər su ilə doludur. Əzəli bura qədər su ilə doludur. Bura qədər su ilə doludur. Bu boş hissə, bunu bilmirik. Bura x olsun. Ümumi hündürlük isə radius hər ikisi üçün eynidir. Bura 4'dür. Ümumi isə 10'dur. Bu hissəyə də qalır 10 çıxaq x. Deməli biz qabla, yəni silindir formasında qab tam dolu olanda S silindir. Bütöv bərabərdir. S yox, V həcm. V bərabərdir. V stəkan, stəkanın boş stəkan, üstəgəl V su. Boş stəkanla suyun həcmini toplasaq, ümumi qabın həcmini taparıq. İndi biz
Silindirin bütöv həcmini tapaq. V silindir bərabər pi r kvadrat h bərabər pi 3 verilib, 3, r 4, 16, vuraq h da 10 verilib. Beləcə 480 kub santimetr. İndi suyun həcmi də verilib, V su bərabər 336 kub santimetr. Biz V stəkanı tapa bilərik. Stəkan bərabər V silindirdən çıxmalıyıq V suyu bərabər 480 çıxaq 336. Bu da bizə verəcək 144 kub santimetr. Bu stəkanın indi biz həcmini tapmışıq. Stəkanın həcmi də boş qalan hissəsi. Stəkan dedikdə, yəni burada işarə eləmişik, boş qalan hissəsi. Ümumi həcmi verilib 144. Bizdə hündürlük x-dir. R-imiz də elə 4-dür. Deməli, buradan boş qalan hissənin hündürlüyü h boş hissə. X, r bərabər 4. Həcm verilib, yəni pi r kvadrat h bərabər 144. Bunu yerinə yazsaq, 3 vuraq. R4 16 vuraq. H-ın yerində x var. Bərabər 144. Buradan x bərabər 144-ü 48-ə bölsək 3 alarıq. Deməli, x bərabər 3. Yetmiş doqquz oxşar sualdır. Bunu yazarsınız. 80. Şirniyyat mağazası üçün nümayiş olunan tort maketi hazırlayırlar. Bunun üçün silindir formalı 3 qutu üst-üstə qoyularaq yapışdırılmış və şəkildəki formanı almışdır. Silindirlərin oturacaqların radiuslarının nisbəti 4, 2, 1 olarsa, hündürlükləri isə ortadakı silindirin oturacağın radiusuna bərabərdir. Maketin həcmi 5250 pi kub santimetr olarsa, maketin hündürlüyünü tapın. Deməli, hər biri üçün radiuslar verilib. Deməli, R1 bərabər. Bunları işarə eləyək bir-bir. Deməli, R1 verilib K, R2 2K, R3 üçüncüsü, yəni 4K. H1 bərabər hər birinin hündürlüyü deyir. Hər birinin hündürlüyü ortadakı silindir. Ortada 2K'dır. Yəni H1 bərabər 2K. Eyni ilə H2 üçün də 2K'dır. H3 üçün də 2K'dır. Hər birinin hündürlüyü ayrı-ayrılıqda 2K'dır. Ümumilikdə olacaq 8K. İndi buradan həcmlərini tapaq. Ümumi maketin həcmi V1 bərabər V1. Burada yerləşməyəcək. Biraz çəkək bunu kənara. Getirək bu tərəfə. V1 bərabər pi r kvadratı vuraq h. R K'dır. Yəni K kvadrat vuraq h. Yəni 2K vuraq pi. Bərabər bu bizə verəcək 2K kubu pi. V2 üçün yazsaq R kvadrat, yəni 4K kvadrat vuraq h 2K vuraq pi bərabər 8K kubu vuraq pi. V3 üçün hesablasaq R kvadrat, yəni 16K kvadrat vuraq h 2K vuraq pi. Bu da bizə verəcək 32K kubu pi. İndi bunları ümumilikdə toplasaq V1 üstəgəl V2 üstəgəl V3 bizə verilib 5250 pi. Gətirib yerinə yazsaq bunları 10, 42.
42 k kubu vuraq pi bərabər 5250 pi. Pilər ixtisar olunur. Buradan k kubu bərabər 5250-ni 42-yə bölsək 125. Buradan da k bərabər 5 aldıq. K bərabər 5. Bizdən maketin hündürlüyünü soruşur. Ümumi maketin hündürlüyü H maket 6K'dır. Bu da bərabər 6 vuraq 5. Yəni 30 santimetr. 81. Silindirin yan səthinin açılışı diagonalı 8-ə bərabər olub oturacaqla 30 dərəcəlik bucaq əmələ gətirən düz bucaqlıdır. Silindirin həcmini tapın. Deməli, yan səthinin açılışı düz bucaqlıdır. Deməli, oturacaqla 30 dərəcəlik bucaq əmələ gətirir. Biz silindirin açılışını bilirik. 2 oturacaq, dairə və bir düz bucaqlıdan ibarətdir. Bura 2 pi r'dir. Bura isə h'dır. 60 dərəcə. 30'un qarşısındakı katet hipdən uzun yarısıdır. Diagonalı 8 verib. Yəni 30'un qarşısı h, hipdən uzun yarısı. Yəni bura 4'dür. Digər hissə isə 4 kök 3'dür. Pini də 3 verib silindirin həcmini soruşur. V bərabər. Deməli h bərabər 4. Buradan 2 pi r bərabər 4 kök 3. Pinin qiymətini yerinə yazsaq 6r bərabər 4 kök 3. Buradan r bərabər 4 kök 3 bölək 6. 2'yə ixtisar aparsaq 2 kök 3 bölək 3. İndi həcmi hesablayaq. V bərabər pi r kvadrat h. Yəni 3 vuraq. R bizə verilib 2 kök 3 bölək 3. Kvadratı 9. 4 vuraq 3. Vuraq h. H da 4'dür. Bunu hesablasaq. Deməli 3, 3, 9 ilə ixtisar olunur. Qalır 16. 82. Silindirin yan səthinin açılışı diagonalı oturacağı ilə 60 dərəcəli bucaq əmələ gətirən düz bucaqlıdır. Həcmi verilib açılışın diagonalını soruşur. Bura 2 pi r diagonalını çəkək. Bura 60 dərəcədir. Bura olur 30 dərəcə. Deməli deyir ki, diagonalı oturacaqla 60 dərəcəli bucaq əmələ gətirir. Bura h-dır. 30 dərəcəli bucaq qarşıdakı katet, yəni 2 pi r hipdən uzun yarısıdır. Bura d-dir. Deməli, bura olacaq d böl 2. 60'ın qarşısı isə digər katetin kök 3 mislidir. Yəni bu da bərabər 2 kök 3 pi r. Həcmi verilib. V bərabər 18 kök 3. Buradan pi r kvadrat h bərabər 18 kök 3. Pinin qiyməti 3 verilib. 3 vuraq. Radius. Buradan radiusu tapsaq. Elə h-ın qiymətini yerinə yazaq. R kvadrat vuraq. H-ın yerində yazaq 2 kök 3. Vuraq pi. Pinin qiyməti 3'dür. Vuraq r bərabər 18 kök 3. Kök 3'lər ixtisar olunur. Deməli 3 vuraq 3. 9. 18'dən ixtisar olunur. Qalır r kubu bərabər 2. 2 yox 1. Burada 2 də var. 2r kubu bərabər 2. R kubu bərabər 1. R bərabər 1. R'i tapdıq 1.
Buna daha ehtiyac qalmadı. Bunu buradan silək. 2 PR idi. 2 PR. R'i 1 tapmışıq. Pi də 3'dür. Yəni 2 vuraq 3 vuraq 1 bərabər 6. 30'un qarşısı 6'dır. Deməli diagonal olacaq 6'nın 2 misli. Yəni 12. Yəni D-ni də tapdıq. 12. 83. Qab simmetriya oxları eyni olan iki dairəvi silindirdən ibarətdir. Qabın ümumi hündürlüyü 17, AB 10, AC 2 və kiçik silindirin ox kəsi kvadratdır. Qabın həcmini tapın. Qabın ümumi hündürlüyü verilib 17. AB 10'dur. AB 10'dursa onda radius olacaq 5. Bura 5'dir. AB. Burada 5'dir. AC 2. AC 2'dirsə, ümumi 5'dirsə, onda kiçiyin radiusuna qalır. R, kiçik R yazaq 3. Böyük R də bərabər 5 oldu. Kiçik silindirin ox kəsi kvadratdır. Kiçik silindirin ox kəsi kvadratsa, onda H bərabər 2R'ə. Buradan da R'i 3 idi. R bərabər 6 olur. Həm də buradan bilinir elə 3 diametr hündürlüyə bərabər olur. Kiçiyin hündürlüyü 6'dır. Ümumi isə 17'dir. Kiçik H bərabər 6 tapdıq. Böyük H ümumi 17 idi. Böyük H yox, ümumi hər ikisi. Onda böyük H tapmaq üçün biz 17'dən çıxmalıyıq. Kiçiyin hündürlüyünü tapdıq. Böyük H-da oldu hündürlük 11. Deməli buradan bura qədər oldu 11. Burada 6. Bizdə qabın həcmini soruşur. Qabın həcmi, ümumi həcmi tapaq. Deməli V bərabərdir. Kiçiyin həcmini tapaq. Pi R kvadrat H üstəgəl pi R kvadrat H bərabər. Kiçik R 3'dür. Kvadratı 9. Deməli 9 pi vuraq H-da 6 üstəgəl R burada 5, 25 pi vuraq H 11 bərabər. 54 pi üstəgəl 11'ə vursaq 275 pi. Bu da bərabər 54 ilə 275'i toplasaq 329 pi. Deməli 83'də doğru cavab 329 pi. 84 oxşar sualdır, eynidir. Bunu özünüz yazarsınız. 85. Deməli, doğranı 4 desimetrdən az olmayan, radiusu 2 kök 3 desimetr olan su ilə dolu silindir formalı, üst hissəsi açıq qab, üfüqi səth üzərindədir. Qabı doğranı üfüqlə 60 dərəcəli bucaq əmələ gətirənə dək əydikdə neçə litr su tökülər? Böyle üfüqi səth çəkək. Bunun üzərində silindir formalı bir qab var. Silindir formalı bir qab var. Bunun üzərindədir. Deməli, qabı deyir, üfüqlə 60 dərəcəli bucaq əmələ gətirənə qədər əydikdə, yəni bu tərzdə əydikdə, bəs bunu böyük çəkək, belə qalsın. Belə əydikdə,
belə əyilir və 60 dərəcəlik bucaq əmələ gətirənə qədər. İndi biz bunu əyiriksə belə, bu üfüqi səthə paralel bu qədər, deməli bunun həcmi qədər, bunu biraz rəngləyək buradan. Deməli bu qədər su töküləcək. Bu qədər su töküləcək buradan. Bizdə bu suyun həcmini soruşur. Bu suyun həcmini tapmaq üçün üfüqi səthə paralel deməli buradan bunu paralel düz xətt çəkmişik. Deməli burada olacaq 60 dərəcə. Biz burada nə edək? Biz bunları işarə eləməmişik. Yuxarıda qeyd etdiyim bu hissənin həcmini tapsaq, deməli bu həcmin yarısı qədər buradan su töküləcək. Bu qədər su töküləcək. İndi bu hissənin həcmini tapaq. Deməli bura 60 dərəcədirsə, digər bu bucaq 30 dərəcə olacaq. Radius bizə verilib, radius 2/3 və 2/3'dür. Ümumi diametr olacaq 4/3. 30'un qarşısındakı katet, hipotenuzun 60'ın qarşısındakı katet digər katetin kök 3 mislidir. Yəni bura olacaq 4. Yəni bu hündürlük ki var, bərabər 4. Radius da var. Bunun həcmini tapaq. Gəlin bunları işarə eləyək. A, B, C, D. Deməli buradan V bərabər pi r kvadrat h. R 2/3'dür. Pi 3 verilib. 3 vuraq 2/3'ün kvadratı. Vuraq h-da 4'dür. 3 vuraq 4, 3, 12. Vuraq 4. 36, 144. Deməli ümumilikdə 144 kub santimetr deyək. Su var. Bizdə isə bu suyun yarısı qədər tökülür. Yəni 144 bölək 2. Bizə verəcək 72. Tökülən suyun həcmi olacaq 72. Sual verə bilərsiniz. Burada bu doğranı 4 desimetrdən az nə deməkdir? Bunu elə 4 desimetr verilib. Bunları da desimetrlə yaz. 4 desimetrdən az nə deməkdir? Fikir versəz, bu boş qalan hissə ki var idi. Bu stəkanı böldük. Bunun hündürlüyü 4 oldu. Ümumi konusun doğranı 4'dən kiçik ola bilməz. Yəni əgər müəyyən bu yuxarı hissə CD hissəsi 4-dürsə, ümumi hündürlük 4 desimetrdən az ola bilməz. Buna görə bu hissə 4 desimetrdən böyük olmalıdır. H. Bu axırıncı sualımız idi. Sağ olun.